Salam uşaqlar, necəsiniz? Ümid edirəm ki, hamınız yaxşısınız. Bu günləri biz sizinlə to be able to, yəni can modal feilinin sinonimini keçəcəyik. Və gördüyünüz kimi to be able to can modal feilinə bərabərdir. Yəni onun sinonimidir, bilmək, bacarmaq deməkdir tərcüməsi və Azərbaycan həmçinin qabiliyyətində olmaq, imkanında olmaq mənasında da tərcümə edə bilərik. Və şəxslərə görə, zamana görə to be able to be able to-nun tərkibində to be feili var və siz to be feilin üzərində dəyişikliklər etməlisiniz. Və misallarda da aydın olur ki, şəxslərə görə to be feili kimi düzülməlidir. Yəni I-də işlətməliyik am, you-da işlətməliyik are, he, she, it-də işlətməliyik is, digər şəxslərdə isə are işlətməliyik. Və birinci cümlənin tərcüməsi ondan ibarətdir ki, I am able to read an English book. Mən ingilis dilində kitab oxuya bilirəm. Yaxud da ingilis kitabı oxuya bilirəm. You are able to learn English. Sən ingiliscə öyrənə bilərsən və yaxud da öyrənmə iqtidarındasan kimi tərcümə eləməliyik. Və to be able to-nun biz inkar təsdiq formasını düzəltdikdə to be-nin formalarını qarşıya keçirdirik, şəxslərin önünə keçirdirik. Gördüyünüz kimi burada da şəxs əvəzliklərin önünə keçirmişik to be feilinin formalarının. Və inkarında nə edirik? İnkarında isə to be feilinin formalarından sonra bax not inkar hissəciyi əlavə eləyirik. Gördüyünüz kimi burada ikinci misalda he is not able deyil kimi tərcümə olunur və həmçinin digər misallarda da görürsünüz. Bunlar to be feilinin indiki zaman formaları idi. Daha sonra isə to be feilinin keçmiş zaman formasını haqqında danışacağıq və burada gördüyünüz kimi to be feilinin formalarının keçmiş zaman formasından istifadə edirik. Yəni am çevrilib olub was, he is daha doğrusu çevrilib olubdu yenə was və digər şəxslərdə isə were. Yəni birinci şəxsin təkində biz işlədirik was. Misal üçün was I able to read an English book? Mən ingilis dilində kitab oxuya bilirdim və oxumaq iqtidarında idim. You were able to learn English, sən ingiliscə öyrənə bilirdin və yaxud da öyrənə bildin kimi tərcümə eləyə bilərik və həmçinin digər şəxslərdə gördüyünüz kimi. Daha sonra isə bizim digər qrammatik qaydamız bağlayıcılardır. Bu bağlayıcılar because, and, but bağlayıcılarıdır və bu bağlayıcılara aid misallar vermişik. Birinci because bağlayıcısından danışaq və because bağlayıcısı hər hansı bir nəticənin səbəbini bildirir. Yəni hər hansı bir baş verən nəticəni, hadisənin səbəbini deyib. Deməkdən ötürü istifadə edirik. I can do these tests. Mən bu testləri eləyə bilirəm. Because I know many English words. Digərində isə and bağlayıcısı göstərilibdir. And bağlayıcısı eyni üzvlər, cümlənin eyni üzvlərini bir-birindən ayırmaq üçündür. Misal üçün, burada mübtədanı bir-birindən ayırıbdır. Students and teacher are able to speak English. Şagirdlər və müəllim ingilis dilində sərbəst danışa bilirlər. Digərində isə gördüyünüz kimi and bağlayıcısı ayırıbdır, xəbəri bir-birindən ayırıbdır. İki eyni funksiya malik olan sözü bir-birindən ayırıbdır. But bağlayıcısı isə bir cümləni digər cümləyə birləşdirir. Yəni zidd olan cümlələri bir-birinə birləşdirir. Misalda da gördüyük kimi he is a little but my brother is tall. Uşaqlar, əgər siz burada nə isə başa düşməyibsizsə, mütləq qeyd eləyin və onu dərsimizdə sizinlə müzakirə edəyin və mənim də sizin üçün bu videodan suallarımız olacaq. Sağ olun, sinifdə görüşərik.